Ağlınız və vaxtınız xeyir, Aynəsin efirində Ağıl Dəryası başladı. Xoş gördük. Bugün Ağıl Dəryasında 6-cı mövsümün 37-ci, yəni birinci yarım final oyunundayıq. Bundan sonra bizi 2 yarım final və final oyunu gözləyir. Buna görə də hər həftə bazar günü saat 14-də Aynəs TV'də Ağıl Dəryasını izləməyi unutmursunuz. Facebook səhifəmizdə aktivdir. Layihə rəhbərimiz və prodüserimiz Elçin sizin rəylərinizi və ismarıcılarınızı nəzərə alır. Bugün 12 yarım finalçım var və onlardan biri ilk finalçımız olacaq. Odur ki, onlarla ayrı-ayrılıqda tanış olaq. Günay Zamanlı, Sumqayıt şəhəri Texniki və Təbiət Elmlər Liseyi. Cəlil Əhmədli, Bakı şəhəri Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Lisey. Tural Əliyev, Bakı şəhəri Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Lisey. Xəyyam Xəlilov, Sumqayıt şəhəri 10 saylı orta məktəb. Ramil Baxşəliyev, Sumqayıt şəhəri Təfəkkür Liseyi. Tural Bədəlov, Sumqayıt şəhəri 2 saylı orta məktəb. Xəyali Abdulova, Sumqayıt şəhəri 5 saylı orta məktəb. Pərviz Yarməmmədov, Bakı şəhəri 160 saylı klassik gimnaziya. Aytən Novruzlu, Bakı şəhəri 36 saylı orta məktəb. Nahid Güləliyev, Bakı şəhəri 182 saylı orta məktəb. Mehrac Maksudlu, Bakı şəhəri 59 saylı orta məktəb. Altay Qayıblı, Bakı şəhəri 245 saylı orta məktəb. Oyunumuza birinci turla başlayacağıq. Birinci turda 10 sual səsləndirəcəm. Səsləndirdiyim sualların 4 cavab variantı olacaq. Doğru cavabı seçməyiniz üçün sizə müəyyən vaxt verəcəyik. Vaxt bitdikdən sonra qong səsi eşidəcəksiniz. Qong səsindən sonra düzgün bildiyiniz cavabı seçib göstərə bilərsiniz. Bugün birinci yarım finalımız olduğuna görə qaydalarda kiçik dəyişikliklər var. O dəyişikliklər hansıdır? Biz adətən hər sualdan sonra neçə nəfər suala düz, neçə nəfər səhv cavab verdiyini deyirdik. Amma yarım final oyunumuzda bu hal olmayacaq. Sadəcə birinci tur bitəndən sonra adları açıqlayacağım ki, filan kəslər ikinci tura keçdi, filan kəslər keçə bilmədi. Ona görə də diqqətli olun. Birinci turun birinci sualı belədir. Fe'li sifət tərkiblərinin əsas tərəfi hansı nitq hissəsi ilə ifadə olunur? Fe'li sifətlə, sifətlə, fe'llə, yoxsa isimlə? Buyurun, vaxt getdi. Vaxt bitdi. Birinci turun birinci sualının düzgün cavab variantı A fe'li sifətlə olacaqdır. İkinci sualımız belədir. Bunlardan hansı akkumulyativ düzənlik deyil? Qərbi Sibir, Böyük Çin, Şərqi Avropa, yoxsa Lavrentiya yüksəkliyi? Vaxt getdi. Vaxt bitdi. İkinci sualımızın düzgün cavab variantı D. Lavrentiya yüksəkliyidir. Üçüncü sualımız belədir. Etilenin su ilə reaksiyasından hansı maddə alınır? Sirkə turşusu, etilin epoksit, glukoza polietilen, yoxsa etil spirti? Buyurun, vaxt getdi. Vaxt bitdi. Sualımızın düzgün cavab variantı D. Etil spirti olacaqdı. Dördüncü sualımızsa belədir. 1920-ci illərdə Sovet rejiminə qarşı baş vermiş üsyanlardan hansına rəhbərlik etmək üçün hərbi şura yaradıldı? Gəncə, Qarabağ, Zaqatala, yoxsa Şəmkir? Buyurun, vaxt getdi. Vaxt bitdi. Sualımızın düzgün cavab variantı A. Gəncə olacaqdı. Beşinci sualımız belədir. Hermaforitidlik hansı orqanizmlərdə geniş yayılıb? Əksər xardallarda, ibtidai heyvanlarda, süngərlər, yastı qurdlarda, yoxsa parazit orqanizmlərdə? Buyurun, vaxt getdi. Vaxt bitdi. Sualımızın düzgün cavab variantı C. Süngərlər, yastı qurdlarda olacaqdı. Altıncı sualımızsa belədir. Aşağıdakılardan hansı Abbas Qulağa Bakıxanovun əsəri deyil? Qanuni Qüdsi, Eynül Mizan, Səfərnamə, yoxsa Təhzibül Əxlaq? Buyurun, vaxt getdi. Vaxt bitdi. Altıncı sualımızın düzgün cavab variantı C. Səfərnamə olacaqdı. Yeddinci sualımızsa belədir. Naqildən sabit cərəyən keçərsə elektronlar necə hərəkət edər? 2 dəfə çox, hərəkətsiz olar, sabit sürətlə, yoxsa 10 dəfə çox? Buyurun, vaxt getdi.
bitdi. Sualımızın düzgün cavab variantı C sabit sürətlə olacaqdı. 8-ci sualımızsa belədir. Şeyx Məhəmməd Xiyabaninin öldürülməsindən neçə il sonra Seyid Cəfər Pişəvəri müəmmalı şəkildə Azərbaycanda avtomobil qəzasında həlak oldu. 7, 17, 27, yoxsa 37, buyurun, vaxt getdi. Vaxt bitdi. Sualımızın düzgün cavab variantı C 27 olacaqdı. Nəzərinizə çatdırmalıyam ki, Şeyx Məhəmməd Xiyabaninin öldürülməsi 1920-ci ilə təsadüf etmişdi. Seyid Cəfər Pişəvəri isə 1947-ci ildə Azərbaycanda müəmmalı şəkildə avtomobil qəzasında həlak olmuşdu. Bu zaman arasındakı fərq isə 27 eləyir. 9-cu sualımız ənənəvi ingilis dili ilə bağlı olan sualdır. Diqqətli olun, sualımız belədir. I hope I nöqtələr offended you. Didn't, won't, haven't, yoxsa couldn't. Buyurun, vaxt getdi. Vaxt bitdi. Sualımızın düzgün cavab variantı C haven't olacaqdı. 10-cu sualımız ənənəvi sualdır. Burada milli mahnılara və musiqilərə verdiyiniz dəyəri yoxlayacağıq. Bu mahnının bəstəkarı kimdir? Emin Sabitoğlu, Oktay Kazımim, Tofiq Quliyev, yoxsa Cavanşir Quliyev? Sualımızın düzgün cavab variantı A. Emin Sabitoğlu olacaqdı. Dinlədiyiniz bu mahnının adı Nə Gözəldir Azərbaycan adlanırdı. Mahnını həmişə yaşar sənətkarımız Hüseyin Ağa Hadiyevin ifasında dinlədiniz. Nə Gözəldir Azərbaycan mahnısının sözlərini isə İbrahim Kəbirli yazmışdı. Birinci turun yekun nəticələri belədir. Nahid 9 xalla birincisən, təbrik edirik səni. Tural Bədalov 8 xalla ikincisən. Ramil 7 xalla üçüncüsən. Tural Əliyev 7 xalla dördüncüsən. Adını çəkdiyim bu 4 iştirakçı artıq ikinci turdadır. Sizi təbrik edirəm. Cəlil, Xəyyam, Aytən, Mehrac. Sizin hərənizin 6 xalı var. Əlavə sual turuna qaldınız. Sizin dördünüzdən yalnız 2 nəfər ikinci tura keçə biləcək. Pərviz, Xəyalə, Altay. Sizin hərənizin 5 xalı var. Ardıcılığı bu cür davam etdirirsiniz. Günay 4 xalla sonuncusan. Bu 4 iştirakçımıza, yəni əlavə sual turuna və ikinci tura keçə bilməyən 4 iştirakçımıza uğurlar arzuluyuram. Öz həftənizin qalibi olub yarım finala gəldiniz. Amma bu dəfə alınmadı. Xəyyam, Aytən, Cəlil və Mehrac əlavə sual turundasınız. Diqqətli olun, əlavə sualımız belədir. Karfagen şəhərinin əsasını qoyan xalq hansıdır? Şumerlər, Finikiyalılar, Elamitlər, yoxsa Hetlər? Buyurun, vaxt getdi. Vaxt bitdi. Cəlil və Xəyyam, çox təəssüf ki, ikinci turun bir addımlığında sualımıza səhv cavab verərək məğlub oldu. Sualımızın düzgün cavab variantı B. Finikiyalılar olacaqdı. Aytən və Mehrac, sizi təbrik edirəm. Siz artıq ikinci turdasınız və finala doğru mübarizənizi davam etdirirsiniz. Cəlil və Xəyyam, siz isə üzülmürsünüz, yaxşı mübarizə apardınız, amma olmadı. Ağıl Dəryasının ən həyəcanlı, ən gərgin turu olan ikinci tura başlayırıq. Sizinlə mənəm, Murad Əzimzadə. Artıq ikinci turdayıq. İkinci tura keçməniz münasibəti ilə sizi təbrik edirəm. İkinci turun qaydaları belədir. Hər birinizə ayrı-ayrılıqda 1 dəqiqə vaxt verəcəm və bu 1 dəqiqə ərzində sizə bilik suallar təqdim edəcəm. Çalışın ki, sualları diqqətlə dinləyib düz cavab verəsiniz. Çünki düz cavablarının sayı çox olan 3 iştirakçı 3-cü tura keçə biləcək. İkinci tura Nahid sənlə başlayacaq. Əhvalın necədir? Yaxşıyam, siz necəsiniz? Biz də yaxşıyıq. Nəçə olmaq istəyirsən? İqtisadçı. Harda oxumaq istəyirsən? Qafqaz Universiteti. Niyə iqtisadçı olmaq istəyirsən? Niyə müəllim olmaq istəmirsən məsələn? Sevmirəm onu. Niyə döyüşçü olmaq istəmirsən, hərbiçi olmaq istəmirsən? Fakültəmdə yoxdur elə bir şey. Yəni, niyə hərbiçi olmaq istəmirsən? Yəni, o ixtisas üzrə niyə getməmsən məsələn? Çünki mən daha çox pul qazanmağı sevirəm. İqtisadiyyatda da o var. Pul qazanmağı sevirsən, pulu sevirsən, ona görə də iqtisadçı olmaq istəyirsən. Əslində fikrinə hörmətlə yanaşırıq. Mənə bir şey maraqlıdır. Artıq yarım finaldır və sən də həftəmizin qalibi olan iştirakçılardansan. Qalib olandan sonra məktəbdə nə dedilər sənə? Dedilər ki, bax Murad sənə fond puluyla, məktəbdəki negativ hallarla bağlı suallar verirdi.
Niyə orada demədin ki, belə suallar vermə? Müəllimlərin təzyiq elədilər sənə? Xeyr. Heç nə demədilər. Xeyr. Məktəbə gedəndə ki, səni tanıdılar. Hə, oldu. Nə dedilər? Dedilər ağıl dəryasında iştirak edib udmusan. Qalib gəlmənə görə bəs valideynlərin sənə bir puldan filan verdilərmi? Hədiyyə aldım. Hədiyyə. Hədiyyə verdilər. Nə verdilər? Nə hədiyyəsi idi? Kitab. İnanaq ki, belə idi. Hazırsansa başlayaq. Hazır. Nahid, bir dəqiqə vaxtın getdi. Bakıda məişət kondisionerləri zavodu nə vaxt tikildi? 1875. 1975-ci ildə. Şedevr sözü fransız dilindən necə tərcümə olunur? Əsas zəhmət yoxsa əsas imkan? İmkan. Əsas imkan. Əsas zəhmət. Yuxarılar yəqin ki, manatın devalvasiyası ilə bağlı yeni qərar qəbul etməzlər cümləsində mübtada nə ilə ifadə olunub? Zərflik. Zərf. Zərflə düzdür. Mərkəzi Asiyanın ən böyük qumlu səhrası hansıdır? Tar səhrası. Təklə məkan. Məhəmməd Füzulinin lirik şeir divanı hansı dillərdə yazıb? Fars. Azərbaycan və fars dillərində. Elektrik cəhətdən neytral olan əsas maddə zərrəciyi hansıdır? Pas. Neytron. Hansı balıqların 5 cərgə düzülmüş sümük pulcuqları var? Pas. Nərə kimilər? Krit mədəniyyətinə aid olan sənət nümunələrində daha çox hansı heyvan əks olunub? Öküz yoxsa ayı? Öküz. Düzdür. Bu alim günorta çıraqla gəzərək insan axtarıram deyirdi. Pas. Diogen. Nahid, birazdan ikinci turun sonunda nəticəni biləcəksən. Tural Bədəlov, növbəti iştirakçımız sənsən. Əhvalı necədir? Çox sağ olun, yaxşıyam. Sən nəçə olmaq istəyirsən? İqtisadçı. Sən də iqtisadçı olmaq istəyirsən. Harada işləmək istəyirsən? Onu hələ planlaşdırmamışam. Pula olan ehtiyacdandır iqtisadçı olmağın. Sevdiyim peşə olduğu üçün. İqtisadçı peşəsini sevirsən. Yəqin ki, sevərsənsə pul da gələcək. Aydındır. Bizdə ağıl dəryasında qalib olandan sonra nə dəyişdi? Məktəbə getdin, nə dedilər müəllimlərin, məktəb rəhbərliyi, sinif yoldaşların? Elə də dəyişiklik olmadı. Yəni, Tanımadılar səni? yəni gözləyirdilər qalibiyyəti. Qalib gəlməyini gözləyirdilər. Bəs mənim suallarımdan nə dedilər? Adətən müəllimlər inciyirlər, küsürlər məndən ki, çox kəskin danışırsan haqqımızda. Həqiqi söz acı olar, incimək lazım deyil. Belə də cavab verdin müəllimlərinə? Əlbəttə ki. Axırıncı sınaqda nə qədər bal yığmısan? 522. İndi cavablarından biləcəyik ki, həqiqətən də bu balı yığmısan, yoxsa yox. Hazırsansa başlayaq. Başlayaq. Tural, bir dəqiqə vaxtın getdi. Azərbaycan dünya ekranlarına hansı kinofilmlə çıxdı? Arşın Malalan. Düzdür. İranla Azərbaycan arasında dostluq haqqında 1920-ci il 21 mart tarixli müqavilənin şərti nədən ibarət idi? Təbrizdə konsulluq açılırdı. İran Azərbaycanın müstəqilliyini de jure tanıyırdı. Cümlənin həmcins üzvləri arasında hansı sintaktik əlaqə olur? Tabeçsizlik. Düzdür. Yunan sözü olan terror necə tərcümə edilir? Pas. Dəhşət. Şərqi Asiya hansı qırışıqlıq zonasında yerləşir? Alp qırışıqlığı. Mezozoy qırışıqlığı zonasında. İki nəfərin danışması anlamına gələn Yunan kəlməsi hansıdır? Diyaloq. Düzdür. Maddənin qaz halına maye halına keçmədən bərk hala keçmə prosesi nə adlanır? Sublimasiya. Desublimasiya. İnsanın qanında fagositozu həyata keçirən hüceyrə hansıdır? Pas. Leykosit. Ədəbiyyatımıza ilk qəbli obrazını hansı yazıcı gətirib? Nizami Gəncəvi. Mirzə Fətəli Axundov. Metalların elektrik keçiriciliyində iştirak edən yüklü zərrəciklər elektronlardırsa, bəs elektrolitlər də hansı zərrəciklərdir? Pas. Müsbət və mənfi iyonlar. Növbəti iştirakçımız Ramil Sənsən, əhvalı necədir? Sağ olun, siz necəsiniz? Biz də yaxşıyıq. Yarın finalda sən həyəcan varmı? Təbii ki, olmalıdır. Finalın bir addımlığındasan. Nə hiss eləyirsən? Üçüncü tura keçməyini. Üçüncü tura keçməyi düşünürsən. İndi üçüncü tura keçməyin sənin düzgün cavablarından asılıdır. Ağıl dəryasında qalib olandan sonra nə dəyişdi? Çox deyilsin dəyişməlisin. Təbriklərdən başqa heç nə. Müəllimlərin tənqidi yanaşdılar sənə ki, niyə ora getdin, orada müəllimlər pisləyirlər və s. Yox, elə yox, suallarla bağlı oldu bəzi. Nə oldu suallarına bağlı? Bir-iki sualda səhv etdiyimi dedilər. Heç nə. Danladılar səni? Biraz səhvini dedilər, danlamadılar. Nəçə olmaq istəyirsən? İqtisadçı. Sən də iqtisadçı olmaq istəyirsən. Yəni, ölkəyə bu qədər iqtisadçı nəyə lazımdır axı? Lazımdır mı səncə bu qədər iqtisadçı? Bu qədər iqtisadçı deyəndə həri olmaq istəyir, ola bilmələri fərq var. Yəni, böyük əksəriyyət də iqtisadçı olur.
Yəni bir vaxtı tarix müəlliminə bu qədər həvəs var idi. Hər kəs tarix müəllimliyini oxuyurdu. Amma sonradan indi kimi dinləndirirsən, müəllim olmaq istəmir. Bəlkə sən müəllim olasan? O səviyyədə yəni məncə hazır deyiləm müəllimliyə. O səviyyədə gedəsi deyiləm. Sən pula görə ixtisasçı olmaq istəyirsən, çoxlu pul qazanasan deyə. Yox, sadəcə istədiyim yer orada ona görə. Harda işləmək istəyirsən? Banklarda. Kredit vermək istəyirsən cəmaata? İqtisadçı nə edir onu? Kreditin var mı sənin özünün? Yox, yoxdur. Bəs evdəkilərin? Evdəkilərim mən bilən yoxdur. Mən Yoxdur. bilən. Siz kreditsiz yaşayırsınız? Mən bilən. Hələ. Mərkəzi Bankın qızıl fondu var ki, krediti olmayan ailələr ora düşür və sizin ailə ora düşməlidir. Çünki Azərbaycanda əksəriyyətin krediti var. Bu sevindirici haldır ki, siz kreditdən istifadə eləmişsiniz. Hazırsansa başlayaq. Hazıram. Ramil, bir dəqiqə vaxtın getdi. General Thompson başda olmaqla İngilis qoşunları nə vaxt Bakıya daxil oldu? Avqustun 15-i. 1918-ci il 17 noyabr. Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi necə adlanır? Transkafqaz. Transavrasiya. Traseka. Biogen miqrasiyasının neçə növü var? 3. Düzdür. Çox mənalı sözlər dilçiliyin hansı bölməsində öyrənilir? Fonetika. Leksikologiya. İqlim xəritəsində eyni buxarlanma qabiliyyətinə malik olan əraziləri birləşdirən xəttlər necə adlanır? Zoqamin. Düzdür. Məhəmməd Füzulinin ən çox istifadə etdiyi bəhr hansıdır? Rəməl bəhri. Düzdür. Beynəlxalq sistemdə hansı vektorial fiziki kəmiyyətin vahidi metrdir? Uzunluq. Yer dəyişmənin Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafında kim mühüm rol oynadı? Niyazi. Düzdür. İsə hissəciyi hansı məzmun ifadə edir? Bağlayıcını. Şərt məzmununu. Torricelli öz təcrübəsində sıxlığı böyük olan hansı maddədən istifadə edib? Pas. Civə. Nosfer anlayışını elmə kim gətirib? Pas. Vladimir Vernatski. Növbəti iştirakçımız Tural, sən əhvalı necədir? Çox sağ olun, yaxşı olar. Siz necəsiz? Biz də yaxşıyıq. Sən ağıl dəryasında qalib olandan sonra səhəri gün məktəbə gedəndə nə dedilər sənə? İlk deyilən söz. Təbriklər. Təbrik elədilər. Müəllimlərin nə dedi bəs? Müəllimlərim, onlar da təbrik etdilər. Gözləyirlər. Direktor otağına çağırıb tənbihlədi səni ki, yarım finala gedəndə yaxşı danış. Yox, belə şeylər olmur bizdə. Heç dedilər ki, bax, niyə sənə fond pulundan sual verdilər? Fond puluna görə çağırmışdılar səni. Normaldır, yəni bu necədir vəziyyət? Bunu öyrənmək üçün bu suallar normaldır. Yox, suallarımız normal deyil, onların reaksiyasını soruşuram. Yox, onların reaksiyası da normal oldu. Yəni özlərini elə apardılar ki, elə bil biz havadan, sudan danışırıq, eləmi? Yox, təbii ki, yox. Elə demək istəmədim. Bəs nə dedilər? Açığı heç demədilər. Eşitməzlikdən gəliblər. Bəli, bəli. Ya da ki, sən yarım finala gələcəksən deyə sənə heç nə demədilər. O da ola bilər. Nəşə olmaq istəyirsən? Memar. Memar olmaq istəyirsən. Bəli. Niyə memar olmaq istəyirsən? Dostların iqtisadçı olmaq istəyir, biznesmen olmaq istəyir, pul qazanmaq istəyir. Ola bilər. Mən universiteti Türkiyədə istəyirəm, Yıldız Texnik Universitetində. İnşallah yaxınlarda imtahanım olacaq. Orada da əsasən belə texniki fakültələr seçilir, mən də memarlığı seçirəm. Memar olmaq istəyirsən. Bəli. Memar olsan, hansı memarlıq abidəsini, memarlıq tikintisini dəyişərdin, restavrasiya eləyərdin? Onu bilmirəm, fikirləşməmişim heç bu haqda. Bəs özün necə bir bina inşa eləyərdin ki, hamı səni tanısın, bilsin? Yəqin Aleksandr Qustavo Eyfelin tikdiyi Eyfel qülləsi kimi bir qüllə fikirləşərdim. İndi görək sənin cavabların səni Eyfel qülləsinə çıxarda biləcək, yoxsa yox. Hazırsansa başlayaq. Bəli, başlayaq. Tural, bir dəqiqə vaxtın getdi. Dilimizdə neçə cingiltili samit var? 12. 14. SSR-də icbari 8-lik təhsil nə vaxt tətbiq olundu? 1946. 46. 1959-cu ildə elektrik cəryanının işini Ampermetr. ölçən xüsusi cihaza nə deyilir? Ampermetr. Elektrik sağacı. Ancaq sifəti əvəz edən işarə əvəzliyi hansıdır? Bəzi. Həmin. Fernando Magellan'dan sonra 2-ci dünya səyahətinə kim çıxıb? Christopher Colomb. Drake. Fotosintezi kəşf edən alim kimdir? Vavilov. Joseph Priestley. Turş su və Şırlan müalicəvi əhəmiyyətli sular hansı inzibati rayona aiddir? Pas. Şuşa. Azərbaycan ədəbiyyatında ikinci poema hansıdır? Xosrov Bəşirin. Sirlər xəzinəsi. Azərbaycan SSR Elmlər Pas. Akademiyasının ilk prezidenti kim idi? Mir Əsədullah Mirqasımov. Həyatın kosmosdan gəldiyini deyən alim kimdir? Pas.
Arrhenius ilk müstəvi kondensatoru düzəltmiş ildırım ötürücüsünü ixtira etmiş fizik və siyasi xadim kimdir? Benjamin Franklin 1969-cu ildə Amurdakı Damansk adası rayonundakı silahlı toqquşma hansı dövlətlər arasında oldu? Pas. SSR Çin. Ağıl Dəryasında reklamlardır. Reklamlar bitdikdən dərhal sonra qaldığımız yerdən gərgin oyunumuz davam eləyəcək. Bizimlə qalın. Növbəti iştirakçımız Aytən, sən əhvalı necədir? Çox sağ ol, yaxşıyam. Həmişə yaxşı ol. Sən qalib olandan sonra nə dəyişdi? Məktəbə gedən kimi bütün müəllimlərim öpdü, qucaqladı, təbrik elədi. Bir də tanışlarım da təbrik elədi. Ən çox bizdən nə dedilər? Məndən, Ağıl Dəryasından, layihə rəhbərimizin və prodüserimiz Elçindən nə dedilər? Sizdən dedilər ki, onun anası da müəllimədir, o niyə müəllimlər haqqında belə danışır? Hardan bilirlər ki, mənim anam müəllimədir? Bilirlər də. Düz bilirlər müəllimlərin, amma negativ halları qohumlarımıza, yaxınlarımıza, tanışlarımıza baxmadan demək, söyləmək lazımdır. Razısanmı? Bəli. Bəs sənə dedilərmi ki, bax, növbəti dəfə gedəndə fond pulundan filan danışma? Yox, heç bir şey demədilər. Dedilər ki, danış. Yox, elə bir şey demədilər, çünki bizdə yığılmır elə bir pul. Heç vaxt yığılmayıb. Yox, Heç vaxt xatırlamıram. eşitməmisən. Eşitməmişəm. Xəbərin yoxdur. Yox, digər məktəblərdə eşitmişəm elə bir şey, amma Mən elə bizim bilmişdim ki, sən məktəbdə... Almaniyadan gəlmişsən, ona görə fikirləşdim ki, eşitməmisən. Yox, Almaniyadan gəlməmişəm. Nəçə olmaq istəyirsən, Aytən? İqtisadiyyatçı. Sən də iqtisadçı olmaq istəyirsən. Nə var bu iqtisadçılıqda ki, hamı iqtisadçı olmaq istəyir? Yaxşı Nə var pul. orada? Bəlkə Pul. mən də profilimi dəyişim. Pul var orada. Orada pul var. Pulu sevirsən sən də. Hər halda şərait belə tələb edir. Məsələn, müəllimə ola bilərdin amma. İstərdim. Amma maaşı olmayacaq. yaxşı deyil. Maaşı yaxşı deyil. İqtisadçı olub harada işləmək istəyirsən? İstəməyə qalanda hesablama palatasında işləyirəm, amma gücüm hara çatsa orada işləyəcəm. Banklarda işləyirsən, kredit verə bilərsən. Ola bilər. Kredit vermək yaxşıdır, yoxsa kredit almaq? Vermək. Kredit vermək yaxşıdır, hə? Almaq amma pisdir. Belə də. Heç kredit almısan? Mən yox. Bəs evdəkilər? Alıb atam. Şikayətlənib ki, bu ayda kredit almışam, faizləri çoxdur. Hə, faizi çoxdur, hə. İndi sən bir iqtisadçı kimi nə təklif edərdin bu kredit faizlərinə bağlı? İqtisadçı olmaq istəyən gənc kimi daha doğrusu. Hər halda azalda bilərik, deyə düşünürəm. İndi görək sənin düz cavablarının sayı çox olacaq, yoxsa az. Hazırsansa başlayaq. Bəli. Aytən, bir dəqiqə vaxtın getdi. SSR-də nə vaxt məcburi 10 illik təhsilə keçildi? 1966-cı ildə. Düzdür. Heca vəzini ədəbiyyatımıza kim gətirib? Şah İsmail Xətayev. Düzdür. Gravitasiya qüvvəsinin modulunu hesablamaq üçün düstur verən alim kimdir? Newton. Düzdür. İlk arteziyan quyusu hansı ölkədə qazılıb? Avstraliya. Fransada. Təkrar yolu ilə yaranan nidalar necə yazılır? Bitişik. Defislə. Bədii ədəbiyyatda mövzunun real həyatdan götürülməsi necə adlanır? Pas. Realizm. Mikrobiyologiyanın banisi kimdir? Pas. Pasteur. Xankəndidə nə vaxt Azərbaycan Pedaqoji İnstitutunun filialı əsasında müstəqil pedaqoji institut yaradıldı? 1963. 1973. Elektromaqnit sahəsi adlı yeni nəzəriyyə yaratmış alim kimdir? Pas. James Maxwell. 800 kilometrdən 3000 kilometrə qədər olan atmosfer qatı necə adlanır? Termosfer. Eksosfer. Truman doktrinası 1947-ci ilin iyununda hansı planla tamamlandı? Pas. Marshall planı. Feilin təsdiqlənən hansı şəkli idi imiş hissəciklərini qəbul etmir? İdiymiş, əmr şəkli. Düzdür. Növbəti iştirakçımız Mehraç, sən əhvala necədir? Sağ olsan, yaxşıyam. Həmişə yaxşı ol. Nə fikirləşirsən, finala çıxa bilərsənmi? Gözüm çatdığı qədər, bəli. Gücün yoxsa savadın? Yəni savadım. Savad baxımından güclüsən yoxsa zəif? Nə yaxşı, nə pis. Bayaqdan oyuncu yoldaşlarını izləyirsən, yarım finalla digər seçim turu oyunları arasında bir fərq hiss eləyirsənmi? Yəni bir artım, savad və s. Suallar eyni qaydada, eyni səviyyədədir. Eyni səviyyədədir, artım yoxdur. Yəni 3-4 dənəsi məktəbdən xaric olmasına baxmayaraq, çoxu dərsdədir. Dərs vəsaitlərində göstərilir. Axı siz qaliblərimizsiz, kifayət qədər digər fənləri də oxuyursunuz, nəticələriniz 99% yüksəkdir məktəblərdə də. Niyə belə olur? Bilmirəm, həyəcan ola bilər. Ki, sualların çoxun yazısı. Və suallarımızın da birinci, ikinci turda olan suallarımızın 99%-i hamısı sizə tədris olunan kitablardandır. Amma nəticə çox aşağıdır. Niyə?
Dəqiq cavab deyəmədim. Sən qalib olandan sonra sənə direktorunuz nə dedi? Yalnız təbrik elədi, gələcəyə də uğurlar deyildi. Mənə söz göndərmədilər ki? Xeyr. Nə dedilər? Heç nə. Yəni bir söz danışmadılar. Yəni deyirlər ki, yəni suallarını yüksək cavab verdi. Elə bir Fond pulu filan belə söhbətlər olmadan yığılmadığına görə elə bir söz deyəmədim. Necə? Yığılmadığına görə elə bir problem Bəs olmadı. eşitmisənmi digər məktəblərdə bu fond pulu, təbaşir pulu, süpürgə Bəzilərində pulu? eşitmişəm. Təbaşiri də ki, yəni uşaqlar öz ərazilərində yığırlar. Yəni dəstək olurlar, kömək eləyirlər. Yox, çox vaxt isə məktəbdən özləri verirlər. Direktorlarına kömək eləyirlər. Yəni görün bizim nə qədər humanist gəncliyimiz yetişir. Bu əladır. Ola bilər. Necə deyərlər, əl tutmaq əlidən qalıb. Bir misal da var ki, əl-əli yuyar, əldə üzü. Bəs yaxşı, necə olmaq istəyirsən Mehrac? İqtisadiyyatçı. Sən də iqtisadçı olmaq istəyirsən. Harada işləmək istəyirsən? Dövlət qulluğunda. Dövlət qulluğunda işləmək Hər istəyirsən. imkan olsa da xaricdə bir şirkət. Xaricdə bir şirkətdə işləmək istəyirsən. Xarici dil bilirsənmi? İngilis dilini zəif bilirəm. Heç olmur ki, sən də Azərbaycandan gedib qayıtmayasan. Xaricə geçsən, orada işləsən, qayıdarsanmı? Bəzi səbəblər var ki, hər halda qayıtmaq lazımdır. Vətənsiz qıraqda olmaq olmaz. Lap yaxşı. İndi görək, düzgün cavabların səni 3-cü turdan qıraqda saxlayacaq, yoxsa 3-cü turun özündə. Hazırsansa başlayaq. Hazırım. Mehrac, bir dəqiqə vaxtın getdi. Zamanın ən mühüm xassəsi hansıdır? Bir cinsdə olmaz. İstiqamətlilik. Mülayim qurşağın iynə yarpaqlı meşələri necə adlanır? Tayqa. Düzdür. Söz hansı üslubda terminoloji funksiya daşıyır? Elmi Düzdür. İran İslam Respublikası neçənci ildə yaradıldı? 79. 1979-cu ildə. Düzdür. Bəxtiyarnamə poemasının müəllifi kimdir? Rəsul Rıza. Fədai. Hansı dövlət dünyada əhalisinin sayına görə 3-cü yerdədir? ABŞ. Düzdür. 1919-cu il iyunun 10-da Azərbaycanla Gürcüstan arasında hərbi müdafiə müqaviləsinin bağlanmasında məqsəd nə idi? Pas. Denikin təhlükəsinə qarşı birləşmək. Gövdə yumrusu olan kələm sortu hansıdır? Yaban kələm. Kohlrabi. Əlbəttə modal sözü hansı mənanı ifadə edir? Təsdiq. Düzdür. Cisimlərin xassələrini, onları təşkil edən molekulların hərəkəti və qarşılıqlı təsiri ilə izah edən nəzəriyyə hansıdır? Pas. Molekulyar kinetik nəzəriyyə. İkinci turun yekun nəticələri belədir. Mehrac 5 xalla birincisən, Aytən, Ramil, sizin hərənizin 4 xalı var, ikinci, üçüncü yerdəsiz. Tural Bədəlov 3 xalla 4-cüsən, Nahid 2 xalla 5-cisən, Tural Əliyev 0 xalla 6-cısan. Bu ikinci turun yekun nəticəsi idi. Amma üçüncü tura keçməyiniz üçün bu xalları birinci turdakı nəticələrinizin üstünə gəlirik və ikinci turun yekun nəticələrini söyləyəcəm. Yəni üçüncü tura keçən iştirakçıların adını söyləyəcəm. Mehrac, ümumi 12 xalla artıq üçüncü turdasan, səni təbrik edirəm. Nahid, Tural Bədəlov, Ramil, Aytən. Sizin hərənizin 11 xalı var. Əlavə sual turuna qaldınız. Sizdən 2 nəfər üçüncü tura keçə biləcək. Tural Əliyev 7 xalla sonuncusan və üçüncü tura keçə bilmədi. Nahid, Tural, Ramil və Aytən əlavə sual turundasınız. Sizin dördünüzdən yalnız 2 nəfər üçüncü tura keçə biləcək. Diqqətli olun, əlavə sualımız belədir. 19-cu əsrin sonunda Fransada yaranmış bu incəsənət cəryanının adı ingilis dilindən tərcümədə təəssürat deməkdir. Dadaizm, impresyonizm, futurizm, yoxsa realizm? Buyurun, vaxt getdi. Vaxt bitdi. Artıq 4 nəfərdən biri əlavə sual turunda məğlub oldu və mübarizəni 3 nəfər davam etdirəcək 3-cü tura keçmək üçün. Sualımızın düzgün cavab variantı B, impresyonizm olacaqdı. Təəssüf ki, Nahid, sən sualımıza səhv cavab verdin və 3-cü tura keçmə şansını itirdin. Ramil, Tural, Aytən əlavə sual turundasınız. Sizdən 2 nəfər 3-cü tura keçəcək. Sualımız belədir. Kubizm cəryanının nümayəndələri kimlər idi? Riyaziyyatçılar, kibernetiklər, rəssamlar, yoxsa psixoloqlar? Buyurun, vaxt getdi. Vaxt bitdi.
Bitdi. Artıq 3-cü tura keçən iştirakçılarımızın adı mənə məlumdur. Sualımızın düzgün cavab variantı C. Rəssamlar olacaqdır. Ramil, təəssüf ki, sən 3-cü tura keçə bilmədin. Amma yaxşı mübarizə apardın. Yarım finalda iştirak elədin. 2-ci tura keçdin, amma bu dəfə alınmadı. Tural və Aytən, siz 3-cü tura keçdiniz. 3-cü turda finalın bir addımlığında mübarizənizi davam etdirirsiniz. Hər birinizin böyük maraq və səbirsizliklə gözlədiyi ən maraqlı tur olan 3-cü tura başlayırıq. Tural, Mehrac, Aytən, artıq 3-cü turdasınız. Sizi təbrik eləyirəm. Üçünüzdən biri ilk finalçımız olacaq. Yarım finaldır. Həyəcan var, anlayıram. Amma çalışın ki, diqqətli olasınız. Çünki 3-cü tur əsas turdur ki, finala keçə bilməyəcəyinizi bu tur müəyyən eləyir. Qaydalarımız da belədir. 3-cü turda 4 kateqoriyamız var. Hər kateqoriyadan hərənizə bir sual səsləndirəcəm. Səsləndirdiyim suala, yəni öz sualınıza düz cavab verəcəyiniz halda hesabınıza 2 xal yazılacaq. Öz sualınıza pas deyə bilərsiniz, səhv cavab verə bilərsiniz. Buna görə hesabınızdan xal çıxılmayacaq. Əgər oyuncu yoldaşınız öz sualına səhv cavab verəcəyi halda siz onun sualına düz cavab versəz, hesabınıza 3 xal yazılacaq. Hesabınızda xal varsa və oyuncu yoldaşınızın da sualına səhv cavab verirsinizsə, hesabınızdan 1 xal çıxılacaq. Buna görə də diqqətli olun ki, hesabınızdan xal çıxılmasın. Bu turda məntiqinizi, dünya görüşünüzü və informasiya bolluğunuzu yoxlayacağıq. 3-cü turun ilk kateqoriyası bir roman kimi adlanır və bir roman kimi kateqoriyasının birinci sualı Tural sənə səslənir, sual belədir. 2009-cu ilin sentyabrında rejissor fəaliyyətinə görə təqdim olunan mükafatı almaq üçün Sürixə gələn bu şəxs hava limanında polisin orderi ilə həbs edilib. Söhbət kimdən gedir Tural? Pas. Buyur Mehrac. Pas. Buyur Aytən. Pas. Söhbət Roman Polanski'dən gedirdi. Kino rejissor, hansı ki o Piyanoçu filmini çəkmişdi. Piyanoçu filminə rejissorluq eləmişdi və buna görə ona Sürixdə mükafat verəcəkdilər, lakin hava limanında onu həbs etmişdilər. Təəssüf ki, buna düz cavab verə bilmədiniz. Bir roman kimi kateqoriyasının ikinci sualı Mehrac sənə səslənir, sual belədir. 10-12-ci əsrlərdə Qərbi Avropa incəsənətində yayılmış, bunu 19-cu əsrdə Amerikalı memar Henry Richardson dirçəldib. Söhbət nədən gedir? Romantizm. Səhv cavabdır. Buyur Aytən. Romanizm. Səhv cavabdır. Buyur Tural. Pas. Çox məntiqi bir sual idi. Biraz fikirləşsəydiniz tapa bilərdi. Söhbət roman üslubundan gedirdi. Bir roman kimi kateqoriyasının son sualı Aytən sənə səslənir, sual belədir. Onların yaranmasını, inkişafını, təsnifatını və sair məsələləri öyrənən elm romanistika adlanır. Bəlkə qaraçılar. Qaraçılar. Romanlar da yəni. Səhv cavabdır. Buyur Tural. Cərəyanların. Səhv cavabdır. Buyur Mehrac. Romanların özü. Səhv cavabdır. Söhbət roman dillərindən gedirdi. Təəssüf ki, heç biriniz düz cavab verə bilmədiniz. İlk kateqoriyamız bir roman kimidən sonra üçünüzün də hesabı sıfırdır. Hə dostlar, necəsiz? Suallarımız asandır, çətindir, xoşunuza gəlirmi? Məntiqi suallardır. Bəs Tural, sən nə fikirləşsən Dünya suallarımız görüşü haqqında? tələb Çətindirmi? edən suallardır. Yəni dünya görüşü tələb edən suallardır, məntiqi və Dünya çətin görüşün deyil. zəifdir sənin. Bəlkə də o cəhətdən zəifdir. Aytən, sən nə fikirləşirsən? Biraz çətin gəldi. Siz bizim qaliblərimizsiz. Yarım finalda və finalda qaliblərin savaşı olur. Ona görə də suallarımız təbii ki, bəsit və asan olmayacaqdır. Ona görə də diqqətinizi toplayın, həyəcanı atın kənara ki, digər 3 kateqoriyanın suallarına düz cavab verməyə çalışasınız. İkinci kateqoriyamız Molla əmi. Olar sənə bir sual verim adlanır. Molla əmi, olar sənə bir sual verim kateqoriyasının birinci sualı Tural sənə səslənir, sual belədir. Gürcü çarı 2. İraklinin sarayında yaşamış bu şəxs Vaqif çoxdandır və Ağlarsan kimi şeirlərin müəllifidir. Söhbət kimdən gedir Tural? Pas. Buyur Mehrac. Molla Vəli Vidadi. Tamamilə doğrudur, səni təbrik eləyirəm. Hesabına 3 xal yazdırdın. Necə deyərlər, şeytanın ayağını sındırdın. Molla əmi, olar sənə bir sual verim. Kateqoriyasının ikinci sualı Mehrac sənə səslənir, sual belədir. 1578-ci ildə Səfəvilərlə Krım tatarları arasında Ağsu çayı sahilində baş vermiş bu döyüşdə Səfəvi qoşunları qalib gəlib. Molla Həsənli döyüşüm. Tamamilə doğrudur, səni təbrik edirəm. Hesabına 2 xal yazdırdın və 5 xalla hələlik 3-cü turun liderisən.
Molla əmi, olar sənə bir sual verim kateqoriyasının son sualı. Aytən sənə səslənir, sual belədir. 1855-ci ildə Şəkidə anadan olmuş bu aşıq lirik şeirlərlə yanaşı satirik həcvlər də yazıb. Pas. Buyur Tural. Pas. Buyur Mehrac. Pas. Çox asan sualıydı. Ədəbiyyatdan biraz məlumatınız olsaydı, biraz ədəbiyyatı çox oxusaydınız, bu sadə, bəsit sualımızı düz cavablandırardınız. Söhbət Molla Cümədən gedir. Molla əmi, olar sənə bir sual verim kateqoriyasından sonra nəticələriniz belədir. Tural və Aytən, sizin 0 xalınız var, Mehrac 5 xalla, hələlik birincisən. Üçüncü kateqoriyamız Dovşan, Dovşan, Adovşan adlanır. İndi görək Dovşan kimə düşəcək? Görək, üçüncü kateqoriyamızda kimin düz cavablarının sayı çox olacaq. Tural, birinci sualımız sənə səslənir, sual belədir. Aktrisa Klara Rumyanovanı biz daha çox məhz buradan tanıyırıq. Pas. Buyur Mehrac. Pas. Buyur Aytən. Pas. Biz aktrisa Klara Rumyanovanı Nupaqaydı cizgi filminə görə tanıyırıq. Çünki o orada Dovşanı səsləndirib. Dovşan, Dovşana, Dovşan kateqoriyasının ikinci sualı Mehrac sənə səslənir. Sual belədir. Çin təqvimində 12 zodiak işarəsindən biri olan Dovşan məhz bu səbəbdən Vietnam təqvimində pişiklə əvəz edilib. Pas. Buyur Aytən. Ürkəkliyi səbəbindən. Səhv cavabdır. Buyur Tural. Pas. Çünki Vietnam ərazisində Dovşan olmadığı üçün onu pişiklə əvəz eləmişdilər. Biraz fikirləşmək lazımdır sualları. Dovşan, Dovşan, Adovşan kateqoriyasının son sualı Aytən sənə səslənir. Sual belədir. 19-cu əsrin ortalarında bu materikə doluşan dovşanlar yerli faunanın bir sıra nümayəndələrinin və meşələrin məhvinə gətirib çıxarıb. Afrika. Səhv cavabdır. Buyur Tural. Avstraliya. Tamamilə doğrudur. Səni təbrik edirəm. Hesabına 3 xal yazdırdın. Son anda əzmkarlığını artırdın Tural. Təbrik edirəm səni. Dovşan, Dovşan, Adovşan kateqoriyasından sonra nəticələriniz belədir. Aytən 0 xalın var, Tural 3 xalın var, Mehrac 5 xalla hələlik birincisən. Son kateqoriyamızsa icazənizlə sizə sual verim adlanır. İcazənizlə sizə sual verim kateqoriyasının birinci sualı Tural sənə səslənir. Sual belədir. Öhdəliklərin könüllü şəkildə icra olunmasını nəzərdə tutan razılığın şifahi forması belə adlanır. Pas. Buyur Mehrac. Pas. Buyur Aytən. Pas. Söhbət centilmen sövdələşməsindən gedirdi. İcazənizlə sizə sual verim kateqoriyasının ikinci sualı Mehrac sənə səslənir. Sual belədir. Sherlock Holmes həmişə səhər tezdən məhz bu qəzet oxuyurdu. Pas. Buyur Aytən. Pas. Buyur Tural. Pas. Sherlock Holmes hər səhər The Times qəzetini oxuyurdu. Təəssüf ki, bunu da tapa bilmədiniz. Mütaliə eləmək lazımdır, informasiya yığmaq lazımdır buna görə. İcazənizlə sizə sual verim kateqoriyasının son sualı. Aytən, sənə səslənir. Sual belədir. Bu şikəst heyvan dehidrodasiyadan qorxmur. Pas. Buyur Tural. Pas. Buyur Mehrac. Pas. Söhbət dəvədən gedirdi. Yəni, dəvə susuzluqdan qorxmur. Təəssüf ki, bu sualımıza da düz cavab verə bilmədiniz. Üçüncü turun yekun nəticələri belədir. Aytən 0 xalın var, Tural 3 xalın var, Mehrac 5 xalla üçüncü turun qalibi sən. Amma ümumi nəticələrinizi hesablayacağıq və biləcəyik ki, kim finala keçdi. Oyun boyu yığdığınız bütün xallar hesablandı və yekun nəticəniz belədir. Aytən 12 xalın var, Tural 15 xalın var, Mehrac 17 xalla ilk finalçımız oldun. Səni təbrik eləyirik, həmçinin müəllimlərini, valideynlərini və dostlarını təbrik eləyirik ki, səni kimi ağıllı, savadlı bir gəncə sahibdilər. Tural və Aytən, siz isə üzülməyin, çox yaxşı mübarizə apardınız. Üçüncü tura qədər gəldiniz, amma təəssüf ki, alınmadı. Həmçinin sizin də valideynlərinizi, müəllimlərinizi, dostlarınızı təbrik eləyirəm ki, sizi kimi ağıllı, savadlı gənclərə sahibdilər. Üzülməyin, çalışın ki, tələbə qəbulu üzrə Dövlət Komissiyasının təşkil elədiyi qəbul imtahanında nəticələriniz yüksək olsun. Bugün Ağıl Dəryasında 6-cı mövsümün 37-ci oyununun, yəni birinci yarımfinal oyunumuzun sonuna gəldik çatdıq. Qarşıda isə 2 yarımfinal və final oyunumuz bizi gözləyir. Odur ki, hər həftə bazar günü saat 14-də ANS TV-də Ağıl Dəryasını izləməyi unutmursunuz. Facebook səhifəmizdə aktivdir. İsmarcılarınızı, rəylərinizi yazıb müzakirələrimizə qoşula bilərsiniz. Bu həftə isə məndən bu qədər harda olmağınızdan asılı olmayaraq özünüzdən, ağlınızdan və kitablarınızdan müğayət olun. Hələlik.